Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram ki, hər biriniz yaxşısınız. Mən də yaxşıyam, şükür Allaha. Bugün belə bir vloqla gəldim. Səhər hazırlığım var idi. 3 saat. Onları keçdikdən sonra dedim qoy biraz yer yığış eləyim. Həm də ki, neçə vaxtı üz yuma vasitələri falan almışam. Onları hələ yerləşdirməmişəm. Həm də ki, fürsət bu fürsət deyib onları yerləşdirdim. Hamamda biraz səliqəyə salıb, təmizləyib, bitmiş məhsullarını yeniləri ilə əvəz elədim. İlk öncə notebookumu silib təmizləyirəm. Daha sonra kağızları, kitabları yerbəyər edib sirtmələrin içini səliqəyə salacağım və bitmiş məhsulları yeniləyəcəm, oralara yerbəyər edəcəm. Çünki biraz qarışıqdır içləri. Burada bəzi hamam böcəkləri var. Heç bəlkə də hamam böcəkləri onlardan daha da yaxşıdır. Bütün videolarımın altında qəribə sözlər yazır. Düzdür, mənə YouTube o mesajları göstərmirdi. Axırıncı vloqumda bir söz yazmışdı. Ona adına girdikdən sonra gördüm ki, bütün videolarımın altında cürbəcür sözlər yazıb öz mədəniyyətini göstərib. Mənə insan sual verir normalca. Mənə yazıb, sənin ərin var, nə bilim, sən özünü ehsan verib özünü göstərmirsən. Mən YouTube-a 7-8 aydır başlamışam. Mən özümü keçən dəfə də dedim, heç kimə göstərməyə ehtiyacım yoxdur. Hünərin varsa, sən də bacarırsansa, sən də get, heç olmasa Allah yolunda birinə bir çörək al ver. Bəlkə də heç özünə çörək ala bilmirsən bu paxıllıqdan, oturub onu bunu güdməkdən. Ərim var, mənim ərimmi sənə lazımdır. Mən ərimin olub olmamağının sənə nə aidiyyatı var, yəni ki, bunu demək istəyirəm. YouTube-unu blokladım, mən daha ona heç nə yazmadım. Amma ki, üssüz kimi gedir cürbəcür. Yenidən səhifələr açır, gəlir. Bundan sonra belə bir insanlara mədəniyyətsiz, ağzının danışığını bilməyən, nə bilim, söz tapa bilmirəm. Çünki mən başqa bir söz desəm, gərək onun səviyyəsinə enəm. Belə insanları vecimə almayacağım. Nə yazırsınız, yazın. Və belə gördüyünüz kimi seyirmələrin içinə gündə, yəni qarışıqdır, təmiz olmağına təmizdir. Həm də sirtmənin içinə mən belə şeylər sərirəm. Bunun adını bilmirəm nədir qızlar. Bunu mən Türkiyədən gələndə alıb gətirmişdim. Sonra burada Sədərəkdə aldım, amma onu bəyənmədim. Onlar yaxşı çıxmadı, amma Türkiyədən gətirdim, keyfiyyətlidir, yaxşıdır. Sirtmələrin içinə sərirəm ki, nəsə ləkə olmasın. Çünki ləkə daha sonra getmir. Amma burada belə səliqəli qalır. İçinə belə şeylər sərdikcə. İlk öncə laklarımı belə yerbəyər elədim. Elə də lak sürtən deyiləm. Ancaq ki, almışam, var. Hələ yarısını ayırdım, onları atdım. Daha sonra belə göz paletləri 2 ədəd varımda. Biri pastelini, bir də Huda Beauty'nin. Bu çox keyfiyyətlidir. Artıq 3 ildir onu işlədirəm. Onu Türkiyədən 75 manata almışdım. Orijinaldır. Ümumi istifadə etdiyim kosmetik vasitələrin markaları Pasteldir, Maybelline'dir, bir də ki L'Oreal'indir. L'Oreal'in günəş kremi, günəş serumu, üz nəmləndiricisi belə işlədirəm. Makyaj malzemələrindən isə Pasteldir, Maybelline'dir. Bunları istifadə edirəm. Alanda biraz keyfiyyətlisini alıram ki, çünki özümün də allergiyası var. Çalışıram ki, yaxşı keyfiyyətli olanlarını istifadə edeyim. Onsuz da çox makyajda qala bilmirəm. Həm də ki, çox makyaj eləmirəm. Çünki mənim makyaja allergiyam var. Tonalniyə falan. Pomadaya yox, amma tonalniyə falan allergiyam var. Çünki tonalni sürtən kimi 1 saat keçməmiş
başlayır üzüm qızarmağa, başım çox ağrıyır. Ona görə də çox istifadə eləmirəm. Elə Maybelline artıq 3 ildir aldığım tonalisi hələ durur. Amma ki üzümə baxım, nə bilim geli olsun, üz yuma gelləri, misillər suyu da istifadə eləmirəm. Çünki anam oradan harcadan gələndə mənə 1-2 dənə gül suyu gətirmişdi. Hələ ki onlar bitməyib. Onlarla onları istifadə edirəm. Daha sonra üz yuma gelləri, skrabları, saç üçün skrab, nə bilim spreylər, belə şeyləri ancaq ki istifadə edirəm hər gün. Demək olar ki pullarım belə ən çox üz yuma, nə bilim saçıma falan gedir. Amma ki makyaja yox. Bunları yəni çox gec məndə bitir. Hətta olur ki vaxtı keçir. Elə atıram. Çünki vaxtı keçmiş şeyləri istifadə eləmirəm. Baxıram hər şeyin. Dükana da gedəndə bütün hər şeyin baxıram tarixinə ki, nə vaxt bitəcək, nə vaxtı. Yəni adam var fikir vermir. Mən bir qız bürcü olaraq hər şeyə fikir verirəm. Belə. Burada bir xanım var. Adaşımdır. O da YouTuber'dır. Adı Güneldir. Mənə sual verib ki, haralısan? Mən Astaralıyam. Yəni Cənub bölgəsindənəm. Başqa suallara da bir gün başqa bir vlogda cavablandıracağım. Əgər nəyəsə sual vermək istəsəz, nəyəsə öyrənmək istəsəz, məmnuniyyətlə cavablandıraram. Buraları yerləşdirdikdən sonra təmizlik edəcəm, amma ki təmizliyi göstərməyəcəm. Çünki həm çox yorur məni, həm də ki vaxt çox aparır. Bugün də bayağı çox işim var. Ona görə də təmizliyi çəkmədim. Çünki belə adi 1 saata bitirdikdə çəkiliş zamanı bu iş 3-4 saata gedir. Ona görə də bu dəfə təmizliyi çəkmədim. Otaqların hamısını səliqəyə saldım, tozlanladım, tozunu aldım, döşəmələri sildim. Sonra hamamın da divarlarını dərmanladım, təmizlədim, güzgünü falan sildim. Bunları da yerbəyer elədim. Bunların altına belə mətbəx dəsmalı sərmişəm. Sonra isə bugün yemək, şirniyyat, alça tutması elədim.
Mən 2 ədəd 750 qramlıq bankadan istifadə elədim. Bu qədər elədim. Yəni bundan artıq eləmədim. Yuyub sterilizə etdiyim bankaya yuduğum nanəni, əvvəlcə yuduğum alçaları, üzərinə 1 qaşıq duz, yarım qaşıq şəkər tozu, bir də qaynanmış, ilk istiliyi çıxmış qaynar su və yarım qaşıq esensiya əlavə elədim. Ağzını da sterilizə etdiyim banka qapağı ilə bağladım. İkinci bankaya isə eyni bu qayda ilə sadəcə içinə nanə yox, giləmarzə qoydum. İnşallah Allah qismət eləsin, qışda açanda paylaşacağam. Bir də ki qızlar, belə bir keks bişirdim. Artıq ikinci dəfədir bişirirəm. Çox ləzzətlidir. Bu resepti heç yerdən mən görüb götürməmişəm. Sadəcə evdə süd var idi. Dedim xarab olmasın. Keçən dəfə hazırladım və çox xoşuma gəldi. Bəlkə də belə resept hardasa var, bilmirəm. Amma mən elə bir özümdən icad elədim bunu. Bəlkə də başqa yerdə var belə resept. Nə bilim, baxmamışam. Çox ləzzətlidir. Bir gün mütləq reseptini paylaşacağam. Bunun içində süd, bitki yağı, şəkər tozu, yumurta, vanil qabartma, bir də duz var. Və bunun içinə mən almanı soyub, çox xırda-xırda doğrayıb içinə əlavə elədim və darçın əlavə elədim. Evdə də çox bəyəndilər. Yəni çox gözəl oldu. Hədsiz dərəcədə çox bəyəndim bunu. Yeməyə isə 3 bacı dolması bişirdim. Resepti mənim kanalımda var. Daha əvvəllər paylaşmışam. İnşallah səsli şəkildə də bir gün paylaşaram. Videom bu qədər. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyəndinizsə kanalıma abunə olub, videomu bəyənib, şərh bölməsində şərhlərinizi yazmağı unutmayın.